Salam, hər vaxtınız xeyir olsun. Mən Fəs Akademinin Azərbaycan dili müəllimi Aytəç Həsənova. Bugün sizinlə birlikdə 1 iyunda keçirilmiş Dəyanət liseyinə qəbul imtahanının 5-ci siniflər üzrə A variantının suallarını izah eləyəcəyik. Başlayaq suallarımızın izahına. Qarşı-qarşıya verilmiş hansı sözlərdə fərqli məqamların sayı eyni deyil? Biz əvvəlcə burada sözlərin tələffüzünə baxaraq onlarda neçə fərqli məqam var, bunu qeyd etməliyik. Dürüstlük sözünün tələffüzündə t düşür. Daha sonra dürüstlük formasında tələffüz olunacaq. Yəni burada 3 fərqli məqam var. Biz axtarmalıyıq ki, görə sərbəstlik sözündə bəs neçə fərqli məqam var? Sərbəstlik sözündə də eləcə t düşəcək, sərbəstlik formasında tələffüz olunacaq. Hər ikisində 3 fərqli məqam var. Bunların sayı eynidir. Bizə lazımdır ki, sayılar eyni olmasın. Zülmkar sözünün tələffüz zamanı ortaya ü gələcək. Bəstəkar sözünün tələffüz zamanı bəstəkar olacaq. Yəni hərəsində bir fərqli məqam var. Ustad sözündə ustad olacaq. Dustaq sözündə də dustaq formasında tələffüz olunur. 2 fərqli məqam var. Davamiyyət sözündə iyyət şəkilçi olduğu üçün y düşəcək. Qalibiyyət sözündə də eləcədir. İyyət şəkilçi olduğu üçün y düşəcək. Yəni A, B, D və E variantındakı bütün sözlərin tələffüzündə fərqli məqamların sayı eynidir, bərabərdir. C variantında isə fərqli məqamların sayı bərabər olmayacaq. Çünki şərik sözündə, şərikli sözündə tələffüz olduğu kimi qalacaq. Bəzəkli sözündə isə bəzəkli olaraq tələffüz olunacaq. Yəni birində fərqli məqam yoxdur, digərində isə bir fərqli məqam var. İkinci sual, hansı sözlərin orfoqrafiyasında eyni-cinsli samitlər yanaşı işlənmişdir? Orfoqrafiya düzgün yazı deməkdir. Düzgün yazı formasıdır. Buradan kənddən sözünün düzgün yazı forması necə olacaq? Kənddən bizə lazımdır ki, eyni-cinsli samitlər yanaşı işlənsin. 2. Soyuqqanlı sözündə soyuqqanlı olacaq. 2 dənə q yanaşı işlənəcək. Haqsız sözündə haqsız olacaq. Burada eyni-cinsli yoxdur. Tövsiyə sözü elə olduğu kimi qalacaq. Yəni deyiliş və yazılışı dəyişmir. Balıq qulağında isə balıq qulağı. Yəni 2 dənə q yanaşı işlənəcək düzgün yazı formasında. 2, 3, 5 bizim düzgün cavabımız B variantı olacaq. Ahəng qanuna tabe olmayan, lakin hecalara düzgün ayrılmış söz. Koroğlu sözü ahəng qanuna tabedir, ona görə çıxacağıq. Hecalara düzgün ayrılmış dediyi üçün televizor sözündə tele 2 heca birləşmişdi deyə bunu çıxırıq. Daha sonra Cəlilabad. Burada l digər hecada olmalıdır. Hakimiyyət olmalıdır. E variantı isə həm ahəng qanuna tabe olmur, həm də ki, düzgün hecalara ayrılmış sözdür. Cavab olur E variantı. Vurğusunu nəzərə alaraq hər variantda uyğunluğu pozan sözü seçin. Vurğu 1-ci hecada, dizel 1-ci hecadadır. Nisbətən 1-ci hecadadır, amma xarici sözündə vurğu 1-ci hecada deyil. Vurğusu 2-ci hecadadır, gəlməz, almanca. Amma baxmadan sözündə madam mədən şəkilçisi vurğu qəbul etmədiyi üçün vurğu 1-ci hecada olacaq. Vurğusu 3-cü hecadadır. Burada isə olacaq, deməli, oxusunlar. Vurğu 3-cü hecada deyil. Cavabımız 1-cidə xarici, 2-cidə baxmadan, 3-cüdə isə oxusunlar. Yəni E variantı. Hansı sözdə nöqtələrin yerinə incə, qapalı, dodaqlanmayan sait yazılmalıdır? İncə, qapalı, dodaqlanmayan saitimiz i saitidir. Bu sözlərdən yalnız xariqə sözündə i yazılmalıdır. Digərlərində isə ü və yaxud da ki, u yazılacağı üçün cavab olur A variantı. Nöqtələrin yerinə hansı isimlər əlavə oluna bilər? İsim. Konkret olaraq isim dediyi üçün biz onlar əvəzli olduğu üçün çıxırıq. Gülə-gülə isim olmadığı üçün bunu da çıxırıq. Qonaqlar eyvana çatdılar, oğlanlar eyvana çatdılar, uşaqlar da olmaz. Əgər uşaqlar olsaydı yaza bilərdik. Amma uşaqlar da eyvana çatdılar yazılırsa, burada bağlayıcı kimi düşünəcəksə, danı ayrı yazmaq lazım idi. Deməli, 4-ü də götürə bilmərik. Cavabımız olacaq 2-5, yəni D variantı. Çox şagirdi çaşdırır, burada uşaqlar da eyvana çatdılar olub. Dediyimiz kimi, əgər danı biz bağlayıcı kimi düşünürüksə, ayrı yazılmalıdır. Əgər bitişik yazılıbsa, burada yerli hal şəkilçisidir və cümləyə də yerli hal şəkilçisi uyğun gəlmir. Kökü feil olan eyni köklü sözlər. Eyni köklü sözlər deyəndə biz şərtlərimizi yoxlayırıq. Birinci şərtimiz sözlər mütləq düzəltmə olmalıdır. İkinci şərtimiz sözlərin kökü eyni mənada qalmalıdır. Üçüncü şərtimiz sözlərin kökü eyni nitq hissəsində qalmalıdır. Sadə sözləri çıxmalıyıq ki, biz eyni köklü sözləri tapaq. Gələn sadə sözdür. Çünki burada an ən qrammatik şəkilçidir.
Qorxmuş sadə sözdür. Yanır sadə sözdür. Tikan sözünün kökü elə tikan olduğu üçün bu da sadə sözdür. Sadələri çıxandan sonra avtomatik cavabımız E variantı olaraq qalacaq. Bölməkdən bölük, bölməkdən bölgə, bölməkdən bölüşmək. Hər biri düzəltmədir. Hər birinin kökü bölmək feilidir və məna olaraq da eynidir. Ona görə cavab E variantı. 8-ci sualda cavabımız olacaq C. Çünki bağışladıq əmələ gəldiyi isim ola bilməz. Elə bağışladıq sözünün kökü elə bağışladıq isə qrammatikdir. Yəni burada əmələ gəlir bağışla sözünə. Bağışla sözü isim yox, feildir. Bizə nə lazımdır? Burada da fikir doğru olsun. Qarşısında da düzgün fikir yazılsın. Yellənirdi, yellə, daha doğrusu yel sözünün kökü yellə, yellənirdi. Burada feildən əmələ gəlir. Gəlin görək, əmələ gəlmə deyəndə sonuncu leksik atırdıq. Yelləmək. Bəli, feildən əmələ gəlib. Amma qarşısında baxın yanlış yazılıb. Həm burada eyni olmalıdır. Eyni olmadısa bu variantı götürə bilmərik. Naxoşdur. Sifət. Bəli, xoş sözün köküdür. Naxoş. Naxoş sözü xoş sifətindən əmələ gəlib. Doğrudur. Amma burada yanlış yazılıb. Gözləyəcək. Bəli, gözləyəcəkdə göz ismindən gözləmək feil əmələ gəlib. Bu doğrudur. Qarşısında isə yanlış yazılıb. Bunların heç birini götürə bilmədik. C variantı isə doğrudur. Çünki sözün kökü dil, dilə, isimdən əmələ gəlib. Dil ismindən dilə əmələ gəlib. Doğrudur. Həm bu hissə doğrudur, həm bu hissə doğrudur. Deməli, C variantını götürməliyik. Frazeoloji birləşmələrdən birinin mənası düzgün verilmişdir. Cavabımız olacaq B variantı. Çünki kefinə soğan doğramaq, qanını qaraltmaq, kefinə dəymək, burnundan gətirmək deməkdir. Digər variantlarda heç birinin mənası doğru verilməyib. Köhnəmir sözlərdən neçəsinin leksik mənası əşya adı bildirir. Əşya, yəni burada ümumilikdə isimdən söhbət gedir. Biz buradakı sözlərdən hansının mənası isimdirsə onu götürməliyik. Birinci olacaq baqqal sözü. Çünki baqqal keçmişdə ərzaq mağazasında, yəni ərzaq malları satan satıcıya deyilirdi. İsimdir. Bəzirgan tacir deməkdir. İsimdir. Uçmaq cənnət deməkdir. İsimdir. Ayaq qədəh deməkdir. İsimdir. 4 dənə sözümüzün mənası isim olacaq. Digərləri qavat məsələn sifətdir, gümrah sifətdir. Bunlar digər nitq hissəsi olduğu üçün götürməyəcəyik. Hansı sözlərin birləşməsi ilə defslə yazılan mürəkkəb söz yaranır? Gülər üz. Bu biçi yazılan mürəkkəb sözdür. Defslə yazılan mürəkkəb söz yer, yurt, yəni 1 ilə 3, lal dinməz və 2 ilə 5. Cavab olacaq E variantı. Fikirlərdən biri doğrudur. Məhsul sözünün sinonimi bəhrədir. Xeyr, o məhsuldur. Məhsul yox. Bu səhv fikirdir. Hicran sözünün antonimidir qovuşmaq. Xeyr, biz antonim deyəndə eyni nitq hissəsi nəzərdə tuturuq. Hicran və qovuşmaq sözləri eyni nitq hissəsində deyil deyə antonim ola bilməz. Göz, ayaq, düz yalnız çox mənalı sözlərdir. Xeyr, düz sözü yalnız çox mənalı deyil. Həm də biz onu amonim kimi istifadə edə bilərik. Daha sonra başı daşa dəymək frazeoloji amonimdir. Xeyr, başı daşa dəyməyin bir mənası var. Düzdür, frazeoloji birləşmədir, amma amonim deyil. Cavab olacaq E. Bucaq, sifət və enerji sözləri. Həm termin kimi, yəni xüsusi fənlərə, peşələrə aid olan söz kimi, həm də amonim söz kimi işlənə bilər. Bəli, məsələn, götürək sifət sözünü. Sifət sözü Azərbaycan dilində nitq hissəsi kimi işlənir, yəni termindir. Həm də insanın sifəti, üzü, o artıq işlənəcək ümumi işlək söz kimi deməli amonim sayılır. Üçü də doğrudur. Hansı sıra bir cür yazılan leksik şəkilçisi sözlərdən ibarətdir? Bizdən bir cür yazılan və leksik şəkilçi istəyir. A-nə şəkilçisi bir cür yazılmır. A variantı ola bilməz. C variantında leksik şəkilçi yoxdur namus sözündə. Bir-insaf sözü uyğun gəlsə də namus sözündə leksik şəkilçi olmadığı üçün bunu da götürə bilmərik. Eləcə də E variantında dülgər sözündə leksik şəkilçi yoxdur. B variantında şın şəkilçisi leksik yox, qrammatik şəkilçidir. Cavab olur D variantı. Dan və keş. Bir cür yazılan leksik şəkilçilərdir. Ona görə də cavab oldu. Deməli 13-cü sualda D variantı. Konkret isimlərdən ibarət cərgəni göstəririk. İstedad konkret deyil. Bilik konkret deyil, mücərrəddir. Daha sonra hökmdarlıq mücərrəddir. Sevinç mücərrəddir. Cavab olur C variantı. Bənövşə, bulud və satıcı. Bu sözlərin hər biri konkret isimdir.
Hansı variantda bir-birindən yalnız bir səs və ya bir hərflə seçilən sözlər ümumi qrammatik mənasına görə fərqlənir? Ümumi qrammatik məna dedikdə nitq hissəsi olaraq nəzərdə tutacağıq. Cavab olur D variantı. Çünki süfrə və sürfə hər ikisi isimdir. Atlas, atlas hər ikisi isimdir. Həyat, həyət və yaxud da ki sənət, sənət. Bunların hər ikisi isimdir. Amma qəlb isimdir. Qəlb isə saxta deməkdir. Yəni sifətdir. Biri isim, biri sifət olduğu üçün ümumi qrammatik mənasına görə fərqlənirlər. Cavab D. Uyğunluğu müəyyən edin. Kökü isimdir, feildən əmələ gəlmişdir. Əmələ gəlmək deyəndə biz sonuncu leksik şəkilçini atmalıyıq. Yerdə nə qalacaqsa, həmin sözümüz o sözdən əmələ gəlib. Məsələn, elə yəhərləmə sözünü götürək. Yəhər sözün kökü. Yəhərlə, yəhərlənmək. Kökü isimdirmi? Bəli, yəhər sözü isimdir. Deməli, birinci şərtə uyğun gəlir. Feildən əmələ gəlib. Sonuncu leksik şəkilçini atdıq. Yəhərlə. Bəli, deməli, yəhərlənmək sözü, yəhərləmək sözündən, yəni feildən əmələ gəlmişdir. İkinci şərtimizə də uyğundur. Cavab olacaq daha doğrusu A variantı. Digərləri isə bu şərtlərə uyğun gəlməyəcək. Verilmiş sözlərə uyğun gəlməyən variant. Baxaq, dəliqanlı. Sifət, sifət. E variantına uyğun olan söz var. Keçid. Keçməkdən keçid. Feil və leksik şəkilci. Burada uyğun var. Məqsəd yönlü. Birincisi isim, ikincisi sifətdir. Buna da uyğun olan var. Qarabənizdə isə qara sifətdir, bəniz isə isimdir. D-yə də uyğun olan var. Amma B variantına, yəni sifət və leksik şəkilçiyə uyğun olan heç bir söz yoxdur. Cavab olur B variantı. Eyni cümlə daxilində həm azaltma, həm də çoxaltma dərəcəli sifət. Cavab C variantıdır. Sarışın azaltma dərəcəsi, daha parlaq çoxaltma dərəcəsi. Olduqca böyük çoxaltma, yamyaşıl çoxaltma. Bunların hamısı, yəni ikisi də çoxaltma olduğu üçün A variantı olmaz. Çox maraqlı çoxaltmadır. Burada azaltma dərəcəsi yoxdur. Az adam burada saydı. Çünki özündən sonra nə işlənib? İsim. Azaltma dərəcəsi sayılmır. Sonra D variantında tərtəmiz çoxaltma var, amma azaltma yoxdur. E variantında çoxaltma çox ağır. Daha sonra lap yorğun, bu da çoxaltmadır. Azaltma yoxdur. Cavab elə C variantı qalacaq. Bəndin neçənci misralarında keçmiş zamanda olan feil var. Çəkməyirəm, indiki zaman. Bürünmüşəm, qalmışam. Bunlar olacaq keçmiş zamanda. Deməli, ikinci misranı götürəcəyik. Südçilər gələcək zamandadır, qeyri-qəti gələcək zamanda. Daha sonra dalmışam da yenə də çoxaltma keçmiş zamanda olan, nəqli keçmiş zamanda olan feildir. Deməli, hansı misralarda oldu? 2 və 4-cü misrada. Cavab olacaq A variantı. Hansı sözlər həm sinonim, həm də amonim kimi işlənə bilməz? Cavabımız olacaq C variantı. Çünki biz, məsələn, deyək ki, kök və dolu sözünü. Bunları həm bir-birinin sinonimi kimi götürə bilərik. Həm də ki, kök sözü də amonimdir. Biri var tərəvəz olaraq kök, bir də kök insan. Və yaxud da ki, dolu sözü həm yağış, dolu, qar mənasında isimdir. Dolu sifət olaraq da amonim kimi işlənə bilər. Yəni, bunu həm sinonim kimi götürə biləcəyik, həm də amonim olacaq. Amma C variantında bənd və aşıq sözləri bir-birinin sinonimi sayıla bilməz. Ona görə də cavab C. Daha sonra mətnimiz verilib, mətni oxuyub vaxt uzatmaq istəmirəm. Onsuz da yəqin ki, hər biriniz mətni oxumusunuz. Əgər mətni oxumamısınızsa da, burada videonu saxlayıb mətni oxuya bilərsiniz. Ardı da buradadır. Keçək suallarımıza. Biri mətnin planı ola bilməz. Burada biz cavabımızı C variantı olaraq götürəcəyik. Çünki Asəfin xeyirxahlığı yox, Muradın xeyirxahlığı olmalıdır cavabımız. Çünki mətndə biz Muradın xeyirxahlığını görürük. Cavab C. Səhvdir. 22-ci. Çərçivədə verilmiş cümlə ilə mətnin hansı abzasını genişləndirmək mümkündür? Asəf və Murad artıq məktəbə çatmışdılar. Burada da cavabımız C variantı olacaq. Çünki biz bu cümləni 3-cü abzasa artıra biləcəyik. Onların məktəbə çatdığı abzas. 3-cü abzas, yəni C variantı. Üzərində rəqəm verilmiş hansı sözlər məcazi mənadadır? Gəlin üzərində rəqəm verilənlərə baxaq. Məktəbə getmək həqiqi mənadadır. Ayaqqabının köhnəlməsi həqiqi mənadadır. Yağışın yağmağı həqiqi mənadadır. Daha sonra yuxu getmədi. Gözünə yuxu getmədi məcazi mənada olacaq. Frazoloji birləşmədir. Fikrə dalmaq məcazi mənada olacaq. Frazoloji birləşmədir. Ayaqların böyüməyi isə həqiqi mənadadır.
Deməli, məcazi mənada olan hansılar oldu? 4 və 5. D variantı düzgün cavabımız olacaq. Hansı atalar sözünü mətnə aid etmək olar? B variantı. Yəni, dostlar günündə tanınar. Burada biz Asəf və Muradın dostluğunun doğrudan da dar gündə bəlli olduğunu, həmin o dar gündən sonra, həmin o zamandan sonra onların dostluğunun daha da möhkəmləniyini görürük. Mətndə altına xətt çəkilmiş hansı söz cümlədə mətndəki mənasına uyğun işlənmişdir? Baxaq, altına xətt çəkilən söz ayaqqabılarının su keçirməyi. Deməli, onun ayaqqabıları su keçirmiş və daha yararsız hala düşmüşdür. Burada ailəlikcə möhtəşəm bayram keçirdilər. Mətndəki mənası ilə eyni deyil. Anası Nazimi maşın yolundan keçirdi. Ürəyindən keçirirdi ki, xəstəni ziyarət etsin. Ürək yanğısını su ilə keçirmək olmaz. Bunların heç biri mətndəki mənası ilə uyğun gəlmir. Cavab C. Pəncərəniz səs və hava keçirirsə, onun təmirə ehtiyacı var. Bugünlük bu qədər izahımız. Əgər video sizin üçün yararlı oldusa, videonu bəyənməyi, paylaşmağı, rəy bölməsində fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Hələlik, gələn videolarda görüşənə qədər.